Növbəti sualımız mürəkkəb cümlədən düşüb. Həmin sualın izahına baxaq. Çobanın könlü olsa təkədən pendir tutar. Burada sağ gördük. Ə, keçib bunu. Deməli burada sağ gördük. Bu şərtdir. Şərt olanda birinci budaq gəlir. İkinci demək nə gəlir? Baş cümlə gəlir. Bunu bilək, davam edək. Baş cümlə müəyyən şəxsli sadə cümlədən ibarətdir. Baş cümlə buradır. Təkədən pendir tutar. Nə edir? Tutar kim? O. Demək, baş cümlə müəyyən şəxsli sadə cümlə. Elə düzgün cavabımız A-dır, amma yox, biz yanlış cavab axtarırıq. B-də yazıb hər iki cümlə fe'li xəbərlidir. Olsa şərt şəklində olan fe'l, tutar xəbər şəklində olan fe'l. Bu da doğrudur. Baş cümlənin xəbəri fe'lin gələcək zamanındadır. Tutar gələcək zamanında. Bu da doğrudur. İşarəni onsuz da qoymuşduq. Doğrudur. Budaq cümlə baş cümləyə bağlayan söz, bağlayıcı söz. Bir də sasə ilə bağlanıb. Görürsünüz, təkcə sasə ilə bağlanıb. Bağlayıcı söz öz funksiyasını itirmiş sual əvəzliklərdir. Bizim cümlədə o yoxdur. Ona görə də 36-cı sualımızın düzgün cavabı E variantıdır.